Ermənilər vurub bu şeyi, Əslilə. bu tatunu. O vaxtı vurma idi. Nədir ki, bu mənası nədir onun? Yerevan Ermənilər vurdu Kresti. Bak Erməni Kresti. Yerevan Kresti'dir. İkinci dəfə vuranda 1996'da damğa basırdılar. Damğa bastılar. Oruç dayı nətərsiz? Sağ olun. Nə işlə məşğulsuz siz? Hemen ne diye işte. De orada şöyle. Biz on kabı yığıram, kafram yığıram. Baba onlar onu yığıram. Bak ışığa vuram, gaza vuram. Diyan sonra diyan da ışığa vuram, gaza vuram. Mesela pay diyorsa yığarımda onu ödüyürəm. Bizim çatanı onun kimi edirəm. Özüm də deyirsən ki, əsir olmuş adam, neynəsin? Əsir. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Özün adınsa Kazakstansan? Kazaklara iş olsun. Baba bunu harda tanıyam Ben deyirsən? yaxşı tanımam vardı. Bunu harda tanıyam? Girəyim qanunda həmişə baxıram, axı izləyirəm bunu. Bano güvələn. Hə. Değil. Düz deyir. Sen kızım her şeyi bilir. Bir qızınız var. Yok iki kızım var Bir diyor. qardaşım Əhmədə gedib. Allah Bir rəhmət eləsin. karışı, benim kardeşim rahmetli ettiğim eşiz. O seviyor. Gel sen hoş geldin. Burada qalırsınız. Hadi gör sen de var şahitim. Görsen mi balaca otağı? Balaca otaq. Bizim bu Hele evi göstersin qatar mesela. yolu Hele çatdaq-çatdaq. Hala. Hele göstersin en kasa benzettiyim ben. Hele bak Dedilər buna. gələrik, yeyirik, heç. Onu hiç de. Biraz geldi eyledi her şey. Yağında Ev uşa vurdular. Karı. Siz əsirlikdə olmusunuz? Neçə vaxt? Qatar yolu Hasan Ya gəlir. asillen diyen de diyen şey de diyen de. 400 əsrinin olanın neynəsin? Heç də köməkliyi yoxdur. 50 marketi qapının ağzına verirlər ayın axırına. Çox. Da adım da bildirmirlər. Şimdi elə bilirlər ki, rəislik ki, 50 mark satacaq. Biləm ki, Nəsim markavatına göndərirlər. Yardım eləyirlər də. Yox, gətirib ekran pulu. Bak ki, ekran pulu lentren adam bu kadar almalıdır. Zabit almalıdır, uzağı almalıdır. 700-800 mart arası almalıdır. Əsliyə görə. 80 mart var, deyirlər, 80 mart qalxıb. O 80 mart qalxıb ki, kimlər, elə riyadu var adamı, sıravi. Hadi lentren adamlara, kapitan adamlara düşmür 80 mart. Siz müharibədə zabit kimi olmusunuz? Ha, zabit kimi olmuşum lentren. Leytenant? Neçə il müharibədə olmusunuz? Mən 91-dən vuruşmuşam, düz 94-də kimi. 94. Və əsirliyə neçənci ildə düşmüsünüz? 93'te Laçın bölgəsindən Nicatı batalyonuna düşmüşəm, asil. Mesela Grigoryan'ı öldürmüşəm, 15 yaşında kız öldürmüşlər, palyasyosunda deyiblər mənə. Demişəm 20 yan kalmışsın, kim öldürür? Hemen Erməni öldürüb, arxandan vurdular məni. Oradan da əsir düşdüm mən. 4 Erməni ilə dəyişdilər məni. 4 erməni ilə Gəldi, dəyişiblər erməni sizi idi. əsirlikdən. Gəldim ora Ağdərəyə, Rövşən Cavazım, Mahir, kəşfiyyat üzrəyi. 6 nəfərlə göndərmişlər ki, pes oralarını düşürmüş. Yenə orada mən 24-də yaralandım. 6 nəfərlə biz 25-də əsir düşdük. 6 nəfərlə. 6 nəfəri də qaytardılar əsirlikdən. Mesela promoy apardılar Stepanaketə, döylədilər. Oradan Vaqif Xəsətyan vardı. Oradan gönderdi benim kardeşin yanına, Armen Xəsətyan, Şuşa türməsinə. Orada bizi 150 nəfər zabit, 50 nəfərdən ziyadıboy. Hər gündən bir döyülürdüm. Mən gözümü kör elədilər. Qulağımı kar elədilər, başımı yardılar. Ha? İstəyim yoxdur. Bu protest deyil be. Olma burada kaç. Ama daha
vurduqları. Ayağında var, askollar var. Deyib daha. Bu ya, daha, bu yanda da var. Kürəyində var. Kürəyinizdə də var ha. Hələ kürəyində də var hələ. O Bunu ermənilər eləyib ha. Ayağında asıya. 5 tane gözüm qabağında başını kəsdilər. Alabazımı işgəncələrlə gördüm. Hər işinlə bir döyülürdüm. Mən bu böyle arağımı üstüne arağı qalmama armiya xəstəsindən. Mən ilməcə başa düşürəm onları. Dedi, ara, çəkil ay, Azərbaycan heç sənayi. Dedi, ay kız neyse Azərbaycan arağı ismi, salı yemir. Hadi Xocalı, hele Laçını, bizden ne demeydi? Yani Xocalı'nı aldık, Laçını aldık. Ne kadar dözmüştüm ki, dözə bilmədim. Onlar gələndən sonra neydim, ya ölsəm də bunların əlinə sağ qalmayayım, məcbur evi yandırdım. Ermənilərin evini. Evini. Aha. Gözüm qabağında gördüm, uşaq ağlayır. Gəldi belədir. Gördüm ki, uşağa yazım gəldi bir tər. Özüm uzandım ki, söndürdüm ki, biz nə olsa yanı olsa. Gəldi ki, nə eləyəsən hə? Sən buranı alt üst eləyəsən, bura sənin için Azərbaycan döyür, bura hamı Şuşa türməsindədir. Ermənilər qaldığı yerdir. O beləsilə. Neyse, oradan geldim. Ahir elə oldu ki, beni 15 evdən Kore arasında beni orada izlədəşdilər. 98'də. Bir dəfə olursa geldim Bakıya. 3 ay beni 9-cu və məbayildə hamısı şahidlik. Saldı türməyə ki, safqınsa Erməniyə. Hemen bu bazım getdi, beni çarptı, məhkəmə yoluna çarptı. Getdi balkonu, qardaşım qaydı. Fəryad kinosu deyirsiniz, sizdən çəkilib. Hə, məndən çəkilib. 93'də mən əsir düşəndə Allahsında rəhmətlik mən görüb belə əsir düşmüşəm. Ceyhun Mirzəyə. Hə. Dedi, sən haqqında film çəkişik. Gözə orz vaxtı göstərir, uzağında lentə uzanı koy, qızın yönüyle 15 yaşında. Ha, onu kızım kimi yanına düşürdüm o uşağım. Ahırı açan götürdüm, dedim ki sana 20 tane kanlıksın benzinmeyle bu kızı kimi öldürdüm. Dedim benim adım olmuşsun Grigorya. Hemen Grigoryan'ın lasında, özünden aldı şimdi lasında. Mescidde. Öldürdüm, arkadan vurdular ben küreğimden. Orada da serildim, kaldım orada beni. Əsirlikdə nə edirdilər? Her şeyden bir dövürdüm. 95'te 4 tane emeğe getirdiler, ben boksör idim. Bacarmadılar. Benden sonra Palakenli oğlan, o da eləci. Erməni əslində orada Stepanakert dövdülər, elədilər. Qaldı eləci. Bu da Tovuz rayonundandır. Sağımə bizim saldat olub. Baba, bax ki, göstərirəm sizə. Bu da elə. Xəbər yoxdur. İlk gün 93'də mənim kimi Lasılda. Oruç daya, bu 6 nəfərlə düşdük əsirliyə. Onların hamısı qayıtdı. Demirəm 5 tane gözüm qaldı, başını kəsdilər. Nə? Başını kəsdilər. 5'inin başını kəsdilər gözünüzün qabağında. Ha, bu da var onun artıq. Ha, bu da sizdən düşəndə əsirliyə. Bəli, əsir düşüb. Baxın, bir dənə tutun baxın. Var orada. Bu da Lasılda. Ha, Allah rəhmət eləsin. Balakənli. Bu da o şəhid olub. Baxmayın, mən də Bəs sizin nəcəb heç nə eləmədilər? 5 nəfərin başını kəsdilər, sizin yox. mənim yox, orada Haki. Gözün kör eləyirlər. Gözüm yox, ondan başqa Bakılı Elməli vardı. Aha. O deyəndən sonra mən dedim, mən Keçdədə Valer adlı var, Qrişanın oğlu. Anasının oğlu, bacısı Etamarina. Bəs belə adam var idi Bakıda. Gəldi starşina formasına, kimdir məni çəkən? Valera. Dedim, mən. Sən kim? Dedim, mən falan kəsən oğlu. Bəli oğlu. Keçdədən. Sonra dedi, sən hara, bu hara?
Apardı anasının yanına. Dedim mama, gör kim gelir. Pancası oğlu. Dedi ara, sen harapı ara. Halil çalış bunu Aypayı cəmiyyətiyle dəniş. Eləsi var. Akşam beni yandırırdılar ki, denici değişirler. O beni əsiyəm ben. Bir de her insan geçsin, təzyiqin qalıb bir de ayaqlarım tutulup baxdım. Hani heç kim gelir skora, heç nə. Bir de iğne vurdu, tutardı. Dedim icabını lazımdır, axırı kim lazım olsun, yoktur. Sizin haranız ağrıyır ki? Vardı gözümün ağrının təlsin qaldı 200-dən işte daha. Gözüm var görmür, birdən belə keçir. Vardı göydə işgəncə. Maaşı 12 parmaq yarası var məndə. O qədər döyüblər ki, mən dövdülər, tubinka ilə başımı yaralamış o. Gönder şeydə 97'də mən göndərilib bayrağa. Kışın soğuğun vaxtında lüt göndərdilər, soğuğu verdilər. Mən eyləsiyim, ben sizdə gözüm. Hamilə qadın uşağı olurdu. Uşaq doğulan bilmirdi ki, Azərbaycandan da olub, yoxsa Ermənidən də olub. Onu bilinmirdi. Hani söğüdü. Ara, var klimi, malimi klimi, hani kuş klimi. Hani söğüş demekti o. Bu da bağışlasın yoldaşım. Söylerdi ki, bağışlama anabacı söğüşlerdi. Hele Xocalı, hele Laçini, ne değil? Hele Xocalı'nı aldık. Hele Laçını aldık. Nece belası? Ellerini koyurdular belacıyısına. Tişkiye bağlayıp sıkırdılar. Sındıra eləyirdiler, sınıq eləyirdiler. O belacılar görür. Bizimkilərin əllərinə, hə? Hələ mənim deyim, ayağımdaki yaralı mən tuturdu armiya xaçatan deyirdi, incidir. Ara, heçdir, o beləcilər. Biz 10 qabı, el qabı yığıb günə nə qədər pul qazanırsınız? Ne var? 25 man olur, güne yok. 5 güne, 6 güne, bir həftəyə. 25 man Osman yığılır, qaza 10 manat, işığa 10 manat. Yerdə ne qalır? Aynı oyunu yeməyinə verdim, sardı. Gəlir ayın 5'indən 25 man fayfaya, deyəm ki, heç olmasa əlaqə saxlayırlardı, mənlə danışırlar Rusiyada onu. Evimdə qaza vəziyyətdə eləyirlər, bir dəqiqə gedir, şəkini çək. 45, 35 yerdən, 40 yerdən çatlayalı ifaqlanı var. Heç baxmırlar. Qapı çöl giriş. Çöl kapının gəldi zahindi. Necə olub ki, buldusu qana. Çöl kapı düşmüşdü yerə. Qonşu çartdırıb bir tane salmış oranı. Burada değil. Aa kardeşim. Saklayamıyorsun ne diyorsun? Hele bununla bana. Hele bu. Gelin. Hele bana çatlayayım ha. Ama görsen evde haklar. O çatlayıp ha görsen. Burada neçə ildir burada qalırsınız daya? 10 yıl var. 10 il. Oradan kubik düştü. Yolcum hamamında vaktinde. İşte afiyet oldu. Gel seni. Bak buralara bak, yağışın suyuna bak. Çünkü yağışın alttan yukarı bak. Şirin bak, divarın çarpına bak. Bura Azad Həyat Reabilitasiya Mərkəzidir. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki,
Bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadem olub. Hani Azad Həyatda gördüm ki, gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmiz 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki Azad Yaşayış özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.